birlidir, yakında, uzakta. Birleşir bütün el bu doğma ocakta. Dilimiz dinimiz korunar himnimiz. Ömreyli olursa yaşayar ismimiz. Yazılan tarihte birlik var, vəhdət var. Vətəndaş sevdası, ismət var, qeyrət var. Bir olur hər bir kəs, birləşir yumruqda. Bir Azərbaycan, üç rəngli bayraqda. Bir Azərbaycan, üç rəngli Birlidir, yakında, uzakta. Birleşir bütün el bu doğma ocakta. Dilimiz dinimiz korunar himnimiz. Emreli olursa yaşayar ismimiz. Yazılan tarihte birliği var, vəhdət var. Vətəndaş sevdası, ismət var, qeyrət var. Bir olur hər bir kəs, birləşir yumruqda. Bir Azərbaycan, üç rəngli bayraqda. Bir Azərbaycan, üç rəngli bayraqda. Bir olur hər bir kəs, birləşir yumruqda. Deyir Azərbaycan, üç rəngli bayraqda. Deyir Azərbaycan, üç rəngli bayraqda. Dinləyicilərimiz və izləyicilərimiz maraqlı danışaq verilişində efirdəyəm mən Aynur Nadir qızı və bugün mən çox gözəl qonaqlarımla düz bir saat sizin maraqlı danışacağıq. Qeyd edim ki, bugün mənim qonağım illərin dostu, hər zaman səhnədə olan, şirin, gözəl mahnıları ilə efirdə olan və son illərdə çox gözəl layihələr həyata keçirməkdə davam edən Elnarə Xəlilova öz tələbələri ilə birlikdə qonağımdır. Xoş gəlmisiniz. Xoş gördük, xoş gördük. Çox xoşdur bizə bugün sizin verilişinizdə iştirak etmək. Tək gəlməmişəm, El Yaradıcılıq Mərkəzinin üzvləri Cəmil Sahib, Ayxan Yunus, Elvino bugün bizim qonağımızdır. Amma klipdə görmək imkanı olacaq bizi izləyənlərin və dinləyənlərin, əgər dinləyənlər də istəsələr açıb YouTube-dan həmrəylik yazsalar, onsuz da son 30 ildə çox gözəl bir çıxan layihədir. yeganə yəni birincidir, ilkdir. Biz onu eləyəndən sonra mən elə belə axtarışa verdim YouTube-da, baxım görüm bizə qədər həmrəylik haqqında kimsə nəsə eləyibmi, gördüm heç kəs heç nə eləməyib. Dedim ay nə gözəl biz ilk Nə olaraq. gözəl bu layihə necə oldu ki, bax yarandı, ağla birdən necə gəldi, amma çox gözəl bir işdir ortaya qoyulmuş. Dekabrın əvvəli idi, təxminən dekabr ayının 1-i 2-si.
qəfildən mənə keçilərim gəldi. Uşaqlara Gözəl keçilər. qəfildən uşaqlara qrupa yazdım. Dedim ki, Dünya Azərbaycanlıların 31 dekabr həmrəylik günü gəlir qarşıdan. Varsınız belə bir layihə eləməyə, eləyək. Musiqisi var idi. Musiqi mənim bəstəmdir. Sözləri Tural Nəqşicahanındır. Musiqi var idi, öncədən hazır var idi. Sadəcə ona uyğun sözlər yazılmamışdı. Uşaqlardan soruşdum ki, belə bir ideya var. 31 dekabr bu mahnını bilirdilər, uşaqlar tanıyırdılar, eşitmişdilər. Dedim ki, bu mahnını 31 dekabra həsr etmək istəyirəm. Nə düşünürsünüz? Eləyək? Onlar da dedilər, eləyək. 12 nəfər, ya Allah xeyir versin, yığışdıq bir yerə. Yəni bir ay vaxtımızı aldı bizim bu. Təbii ki, Turala zəng vurdum. Bizim bir çox mahnılarımızın söz yazarıdır. Mənim Dəmir Yumruq adlı mahnımın söz yazarıdır. Elvino'nun Qalıb adlı mahnısının söz yazarıdır. Ümumiyyətlə Turalla tez-tez əməkdaşlıq edirik. Biz sağ olsun, çox sağ olsun. Yaxından həm mənim özümlə, həm mərkəzimizin üzvlərindən yaxından əməkdaşlıq edir. Çox da gözəl qələmi var. Çox bəyənirəm. Yəni sözləri eşitdinizdə, yəni banal deyil, şablon deyil. Çox belə ürəkdən belə söz, ürəkdən xəbər verən sözlərdir. Sağ olsun. 2 saat ərzində dedi mənə 2 saat, müəllimə 2 saat vaxt ver, mənə dedim verirəm, yaz. Yazdı, göndərdi. Uşaqlar da sağ olsunlar, girdilər studiyaya, oxudular. Hərə adama bir misra oxuyublar, amma sağ olsunlar, haqqını veriblər. Əslində o bir var məsəl üçün elə əsərlər var ki, 1 il çəkir amma belə effekt vermir. Qəflətən bu spontan əsərlər Elə o də qədər olur. gözəl yəni təsir bağışlayır. Baxanda deyərsən ki, buna bir neçə ay sərf olunub. Həqiqətən baxanda mən bu klipə düşündüm ki, buna bir neçə ay sərf olunub. Əslində bir söz deyim sizə, çəkilişi də ümumiyyətlə mahnının, ümumiyyətlə layihə formasında ərsəyə gəlməsi də kifayət qədər zaman, enerji, əmək və vəsait tələb edən layihədir. Yəni 12 nəfəri bir araya yığmaq, onları düzgün yerlərə düzmək, məkan, sonra bir günün içində sağ olsun Mədəniyyət Nazirliyimiz bir günün içində mənə icazəni verdilər Qobustanda çəkiliş eləməyə. Daha sonra sağ Allah olsun hamısı vaxt alan. Beynəlxalq Muğam Mərkəzinin rəhbərliyi bir günün içində mənə şərait yaratdılar. Dedilər gəl nə istəsən elə. Yəni nə gözəl. bu bir günün işi deyil. Əlbəttə Heç nə də ki. bir ayın işi deyil. Əslində Bəli. mən bəlkə də bizim Zaman yerimizdə alan. 12 nəfərin yerində başqa Çox. digər 12 nəfər olsaydı, yalan olmasın 1-3-4 ay onun vaxtını almalı idi, rahat Bəli. əslində. Böyük. Amma biz böyük biz layihədir. bunu elədik. Ə, Tez elədik. Halaldır bizə. Halaldır. Nariq xanım, hal-hazırda neçə tələbə ilə çalışırsınız? Cari hal-hazırda bir yalan olmasın 20-yə yaxın üzvümüz var. Maşallah. Həmişə də belə olur. Yəni o 20-yə yaxın üzv bir növ həmişə Öyrənirlər, dolur boşalır, gedirlər, dolur aha. boşalır. Bir növ 3-ü gedir yerinə 5-i gəlir, nə bilim, 2-si gedir yerinə 8-i gəlir. Bilirsiniz necə? Hər daim belə yer dəyişmə olur, amma birinci ilk heyətim var idi. İlk el yaradıcılıq mərkəzini yaradanda ilk yığdığım, ətrafıma topladığım tələbələrdən ibarət heyətim var idi. O heyəti artıq çoxdan 6 ildən sonra bir növ elə bir ali məktəb bitirdilər də. 4 il bakalavr, 2 ildə magistr. 6 ildən sonra onları məzun elədim, getdilər. 6 ildə onlar sizinlə çalışırlar. Əlbəttə, 6 il ərzində onlar mənlə bərabər bütün dövlət tədbirlərində, radioda, televiziyada, konsertlərdə, bütün özüm hara getmişəmsə, Bəli. ən yaxşı yerlərdə onlar da mənim yanımda olublar səhnə. Böyük səhnələrdə yer alıblar. Bu gün də çox gözəl, sağlam addımlarla böyük səhnələrdədirlər. Artıq müstəqil formada, hamısı deməyim, böyük əksəriyyəti. Kimləri ki mən düşünürdüm ki, məsəl üçün bu istedad onu irəli aparacaq. Onlar artıq öz layiqli yerlərini tutublar. Birinci heyət. Bu uşaqlar ikinci heyətdir əslində. Necədir? Razısınız? Razıyam. Aha. Hə, razıyam. Bəs tələbələriniz necə? Müəllimənizdən, Ay Allah, müəlliminizdən razısınız. İndi mən istəyərdim indi onu növbəti yaxın dəqiqələrdə edəcəm. Mən istəyirəm ki, artıq bir müəllim kimi, yox bir münsif kimi, hansısa bir tələbənizi yoxlayasınız və onun həm qüsurunu, həm də yəni tərifləyəsiniz, olanı deyəsiniz. Mən İndi hər yox, zaman qarşıdakı Mən dəqiqələrdə. hər zaman onlarla danışıram, deyirəm ki, mən sizə müəllim tələbə yox, mən sizə həmkar kimi yanaşıram və siz elə bilməyin ki, yalnız mən öyrədirəm. Mən özüm sizdən o qədər şey, mən onlardan çox şey öyrənirəm. Yəni bu sadəcə bizim həm gözəl. enerji, həm də təcrübə mübadiləmizdir. Yəni bu mübadilədir. Burada heç kəs müəllim, Elnar xanım, heç kəs də tələbə deyil. Bax, Siz deyirəm üzvlərimizdir. bəli, yəni bu səmimiyyətdir. Bu Elnara xanımın bu xarakterindəki ən çox sevdiyim xüsusiyyətlərdən biridir ki, onun səmimiliyi, onun insanlığı. Hətta bilmirəm indi Elnara xanım bəlkə də xatırlamaz. Mənim bir neçə illər əvvəl bir demo, bir verilişim oldu. Allah'a and olsun. Bu xanım
yəni düşünmədən dedi Aynur problem yoxdur, nə verişin varsa demoda. Hələ bilmir efirə gedəcək, efirə getməyəcək. Heç vaxt onun bu yaxşılığını, bu səmimiyyətini unutmaram. Çox sağ ol. Vallahi billahi. Yəni mən indi bilmirəm düz yol gəldiniz bura biraz tıxac falan, amma Aqilə də dedim ki, Elnarə elə bir ürəyə malik bir xanımdır ki, o heç vaxt mənə yox deyə bilməz. Yox deməz. Çünki onun daxili aləmini həm biz bir neçə ildə bir kanalda Bir da neçə işləmişik. layihədə çalışmışıq. Onlar, yəni bir-birimizi çox yaxından tanıyırıq. Ona görə bu insanın qəlbini mən çox gözəl bilirəm və görürəm ki, son illər, son bir neçə illərdir ki, pedaqoji fəaliyyətə başlayandan da bu xanım biraz özünü unudub, həsr edib özünün tələbələrinə. Əslində unutmamışam. Aha. Hər ay mənim mütəmadi olaraq işim çıxır. Hər ay. Bax, Elnarə xanım, Amma bilmirəm, uşaqları da axsatıram. efirlərdə məsəl üçün son vaxtlar az görürəm. İndi bilmirəm, bəlkə mən az görürəm, mən düz demirəm. Mən istəyirəm, mənə düzəliş verəsiniz. Bacın sağ qurban. Efirləri indi başlayıblar da düzəltməyə. İndi birazdan görəsiniz. İndi bu son zamanlar bu çox yaxındır, amma mən neçə vaxtdır Bir məsəl ay üçün bundan öncə efirləri bəyənib çıxmırsınız, yoxsa bəyənməyib çıxmamışam. Yəni Bir bəyən ay bundan öncəyə qədər bu sualı mənə verəndə mən deyirdim ki, efirlərdə efirlik qoyublar ki, Hı. belə də deyirdim. Hı. İndi bu sözü demək istəmirəm Hı. və də çox da şadam, çox sevinirəm ki, nəhayət ki, artıq efirlərə əncam çəkildi. İndi artıq elə olmayacaq. İndi artıq siz məni də, mənim tələbələrimi də tez-tez efirdə onsuz da biz özümüzə yaraşan efirə çıxırdıq. Azərbaycan Dövlət Televiziyasının efirləri olsun, ictimai kanalın efirləri olsun. Dərd orasıdır ki, efirləri son 20 ildə elə vəziyyətə qoymuşdular ki, elə vəziyyətə qoymuşdular ki, normal sənət göstərilən efirə baxılmır, başa düşürsən? Söhbət ondan gedir. Ancaq hayküyə baxırlar. Hayküyə də atırlar cəmaatın üstünə, cəmiyyətin üstünə Cəmaatı- ki, onlar belə istəyir Cəmaatın qalmaq zövqünü istəyir. belə formalaşdırdılar. Bəli, Cəmaatı bəli, günahlandırmaq bəli, lazım bəli, deyil. bəli, Yəni bəli. formalaşdırdılar, cəmaat da nə verirsən onu da onunla qane oldu. Neynəsin Bəli. cəmaat? Televiziya Baxırlar ki, çağırmamış qalmaqala baxırlar, Yo, yo, yo. mədəniyyətə Vermə baxırlar, gözəl qalmaqal. musiqiyə baxmırlar. Vermə qalmaqal Əlbəttə, baxmasın cəmaat. Uşağı necə tərbiyə edirsən, Yəni, o cür böyüyür məsələsi. Bəli, Düzdür? bəli. Ona Biz də görə də cəmiyyətə nəyə aşılayırıq bu efirdən? Deyir, güzgüdür də bu. Efirdən nəyə aşılayırıq? İnsanlar ümidvaram istərsən ki, bundan sonra bizim çıxacağımız və yalnız sənət göstərəcəyimiz Bəli. efirlərə nəhayət ki, tamaşaçılarımız baxar, izləyər və bizim də gördüyümüz işlər. Mən biz nə üçün çıxırıq efirə? Gördüyümüz işi göstərmək Onda üçün. mən istəyirəm gördüyünüz işlərdən danışasınız və həmin mahnıları da birazdan səsləndirək. Bir Məncə qədər də də. özünü saxla. Özüm Ya öz haqqında yaradıcılığınızda. da, öz yaradıcılığım Mhm. axırıncı mahnılarımdan biri Dönən deyiləm. İstəsəz indi onu da dinləyə bilərik. Təbii qulaq asaq dinləyək, sözü. sonra danışaq iş haqqında. Dönən deyiləm mahnısına qulaq asaq. Hazır olur mu? Bir gün beni yanıp ağlayacaksan, köre yüreğini dağlayacaksan, başına karada bağlayacaksan, ancak ben geriye dönen değilim. Gözlerin her zaman yola bakacak, üzünden aramsız yaşlar akacak. Bir sözle yokluğum seni yakacak, ancak ben geriye dönen değilim. Mənə de bu asan olmayacaktı, içimdeki boşluk dolmayacaktı. Eşkim hiçbir zaman solmayacaktı, ancak ki geriye dönen değilim. Mənə de bu asan olmayacaktı, içimdeki boşluk dolmayacaktı. Eşkim hiçbir zaman solmayacaktı, ancak ki geriye dönen değilim. Tenha yaşamağım əzab olsa da, sensizlik tədricən canımı alsa da, ömrümün sonuna bir gün qalsa da, inan ki geriye dönen değilim. Bütün olanların günahı sende,
solmayacaktı. Ancak ki geriye dönen değilim. Mənə də bu asan olmayacaktı. İçimdeki boşluq dolmayacaktı. Eşkim hiçbir zaman solmayacaktı. Ancak ki geriye dönen değilim. Ancak ki geriye dönen değilim. Ancak ki geriye dönen değilim. Dönelim değilim. Bravo. Klipi gördünüz də, yəqin ki, şah dilində çəkmişik. Dalğaların qovuşduğu Bəli, də. yerdir. Sağdan Sağdan da, görə soldan niyə da. görə məhz oranı seçdiniz ki? Əslində oranı məkan olaraq çoxdan ağlımızda var idi. İdeya Rövşənin ideyasıdır. Həyat yoldaşım Rövşən Cahangirov çəkib klipi, Bəli. sağ olsun, çox sağ olsun. O ideya çoxdan var idi bizdə, amma ona uyğun mahnı tapa bilmirik. Və bu mahnının sözləri Firad Fuadoğlu'nundur və bu mahnı sifarişdir. Konkret, yəni bu sözlər göndərildi mənə və məndən xahiş elədilər ki, buna mahnı bəstələməyinizi və ifa etməyinizi istəyirik. Elə oldu ki, bu sözlər tutdu məni həqiqətən də. Qeyd etməliyəm ki, ağır, kifayət qədər ağır sözlər var. Bəli. Ağır mövzudur. Ağır biraz mövzudur, amma yenə də düşündüm ki, buna belə necəsə elə yazım ki, çox da nə çox ağlamalı olmasın. Təbii ki, şən də ola bilməzdi, mümkün deyildi, minor olmalıydı. Belə bir maraqlı bir kompozisiya yarandı, klipini də çəkdik. Yəni gördüyünüz kimi axsatmıram. Uşaqların da işi növbə-növ, çeşid-bə-çeşid. Birazdan tanış olacaqsınız sahibinin, bilmək Ayxanın, istəyirəm. evinin işləri. Hal-hazırda Elnarə xanım repertuar seçərkən daha çox nəyə fikir verir, nəyə diqqət yetirir? Deyəcəksiniz ki, ancaq öz bəstələrimi oxuyursan. Ancaq elə deyil. Yox, Ancaq ona elə görə deyil. soruşuram. Elə deyil, yəni dediyim kimi, yəni niyə qeyd elədim? Deyirəm ki, bu sifarişdir. Çünki bunu məndən istədilər, bunu mənə sifariş verdilər deyənə mən onu eləməli idim. Çünki mən işimin peşəkarıyam. Ancaq ki, mən özüm özlüyümdə çox sevirəm peşəkar bəstəkarlarla çalışmağı. Yəni istəyir klassik bəstəkarlarımız olsun, istəyir yeni gənc bəstəkarlarımız var. Məsələn, Ülkər Aşurbəyli var, onun Çərpələng adlı kompozisiyasını oxumuşam. Misal üçün, qocaman bəstəkarlarımızdan Məryəm Əlibəylinin Günə baxan gözəl əsərini mən deyərdim, ifa eləmişəm. Yəni, gənc bəstəkarlara da, dövrümüzün çağdaş bəstəkarlarına da mən hal-hazırda müraciət etməkdəyəm və düşünürəm ki, elə bu ən düzgünü də budur, ən doğrusu da budur, belə də olmalıdır. Və bütün həmkarlarıma da bunu tövsiyə edirəm, uşaqlara da tövsiyə edirəm ki, peşəkar musiqiçilərlə çalışsınlar. Bax, indi Elnarə xanım, artıq 6 ildir tələbələrlə çalışırsınız. Bax, səhnədə ulduz olmaq çətindir. 8-ci ilimizdəyik. 2020-dən başlamamısınız bəs? Yox, 2018-dən başlamışam. 2018-dən maşallah. 6 ili yola salmışam. Bu uşaqlar da ötən il yığdığım uşaqlar da artıq 2-ci ilimizdir. Hal-hazırda 8-ci ilimizdəyik. Maşallah, xeyirli uğurlu olsun. Amin, amin. Yəni həqiqətən pedaqoq olmaq da çox çətindir. Yəni buna əmək lazımdır, buna əsəb lazımdır, Əlbəttə. buna enerji lazımdır, Bəli, buna bəli. insanın əhval-ruhiyyəsi olmalıdır ki, gözəl tələbələr yetişdirmək. Bəli. Və tələbələrinizdən razısınızmı? Tələbələrdə nəyə əsəbləşirsiniz daha çox? Daha çox nəyə? Bir də ki, tələbələr doğrudan da bu sənəti sevib gəlirlər, yoxsa daha çox məşhur olmaq istəyirlər? Bilirsiniz, fərq edir. Bəli, fərq edir. Danış Sahib, danış. O mikrofonu götür, danış. Əslində sual sizə verilib. Yəni məncə fikirlər müxtəlifdir də. Bəzi insanlar var ki, təkcə məşhur olmaq üçün gəlirlər. İlk öncə salamlayıram, salamlamadım. Bütün bizi dinləyənləri. Yəni fikirlər müxtəlifdir. Bəzi insanlar var ki, sadəcə olaraq məşhur olmaq istəyirlər, məşhurluq xəstəliyi deyilən bir şey var. Bəli, bəli. Elə də deyir, Məşhurluq. gələn kimi deyir. Hə. Deyir, mən soruşuram, deyirəm ki, məqsədin nədir? Deyir, məşhur olmaq. Deyirəm, hə, aydın. Bəzi insanlar var ki, bəli, Var. rahat şəkildə məşhur Bəli, olmaq istəyirlər. Bəli, bəzi insanlar var ki, sadəcə olaraq sənət nümayiş etdirmək istəyirlər. Bəziləri sadəcə mən misal üçün özüm musiqi ilə yatıb, musiqi ilə dururam. Yəni Musiqiçi. Ali təhsil falan varmı bu Sahib uşaqlarda? muğam təhsili Bəli, var. beş Sahib il gitara da ifa edir. Yəni sahib musiqiçidir. Məsələn, bir çoxlarından fərqli olaraq. İntihası bizim mərkəzimizdə biz 7-dən 77-yə qapımız hər kəsə açıqdır və biz heç vaxt seçmirik, ayırmırıq, demirik mütləq şəkildə musiqi təhsili olanlar gəlsin. Yəni indi də saysaq barmaqla sayarıq. 1-2 nəfərimiz var musiqi təhsili olanda. Yəni tarzənimiz var, Müjgan, məsəl üçün skripka ifaçımız var, Nərgiz məsələn.
sahib də musiqiçidir. Amma yerdə qalan demək olar ki, həvəskar hal-hazırda məşğul olurlar bu sənətlə. Məsəl üçün Ayxan aşpazdır. Salamlayıram hər kəsi də burada oturanlar xoş gördük. Yəni mən həmişə də deyirəm, Müxtəlif sahələrdən olan bəli. Yəni gənclərdə. marketoloqumuz var, nə şirniyyatçımız var, nə kim desəm var da, hər fazonda adam Səs var. necə var? Elnar xanım? Səs də var, ürək də var, istedad Nə da var. gözəl. Məsələ söhbət də ondan gedir. Həmişə deyirəm ki, musiqiçini oxutmağa nə var ki? Ya musiqiçi bu hazır oxuyandır da, bunu mən nə versəm oxuyacaq. Bacarırsan aşpazı oxut. Bacarırsan fotoqraf oxut. Bəli, ben həm də sizə bir şey etiraf edeyim ki, əslində mənim öz peşəm aşpazlıqdır. Yəni ki, indi də hal-hazırda aşpaz olaraq işləyirəm. Amma ki, oxumağa açığı mənim həvəsim ta ki o vaxtdan idi. Yəni ki, həmişə oxumaq istəmişəm. Amma ki, yəni indi elə oldu ki, yəni həmişə mən ulduz olmağı arzu eləmişəm özümə ki, ulduz olum, hamı məni alqışlasın, oxuyum. Belə. Məşhur olmaq istəyənlərdən biri deyil Ayxan. Bəli. İndi Elnarə müəllimənin yanında təhsil alırsan. Aha, bəli. Gələcəyini öz beynində necə görürsən? Məsəl üçün öz gələcəyini necə görürsən? Məsələn, biz səni harda görə biləcəyik, harda oxuyacaqsan və özünün sənin ürəyindən nə keçir? Nəyi düşünürsən? Allahım, o qədər arzularım da var ki, həqiqətən də. Yəni arzularımın da demək olar ki, bir qismi reallaşıb artıq. Yəni yəni Məsəl üçün bir neçə dənə oxuyanam, ifaçıyam, bəli. Dövlət tədbirlərində çıxış elədilər, əməli başlı böyük səhnələrə çıxdılar. Yəni uçmağa qanadları yox idi, elə sevindim. Yəni ki, əsas arzum ulduz olmaqdır. O da ki, şükürlər olsun ki, yəni olur, alınır. Aha, bəli. Yavaş-yavaş alınacaq. Sözü verək digər gənc müğənnimizə. Bu yolda mən tək deyiləm. Yəni yalnız mənim adıma çatmaq düzgün olmaz. Çünki el yaradıcılıq mərkəzi mərkəz olaraq komanda şəklində çalışır. Yəni hal-hazırda uşaqlarla bizim vokal pedaqoqumuz Tofiq çalışır. Aranjmançımız Həsən Ağayev var. Konsertmeysterimiz Məhəmməd var ki, yəni musiqi tərtibatçılarımızı edir. Bəli. Komanda. Elə həmən Elvino bizim fotoqrafımız kimi, videoqrafımız kimi bu gün də çalışır. Yəni lazımdır veriliş çəkir, lazımdır uşaqlara fotosessiya edir, lazımdır mənə klip çəkir. Yəni siz də danışın, fikrinizi bildirin. Necə gedir dərslər? Müəllimə dediyamsın. Müəlliminizin dərsindən nə öyrənmisiniz? Ümumiyyətlə daha çox siz hansı musiqiləri ifa etməyi, yəni oxumaq barədə estradanı sevirsiniz, pop, caz, yəni özünüzü necə görürsüz? Əvvəllə hər kəs salamlayıram. Buyurun. Çox sağ olun dəvət etdiyinizə görə. Mən daha çox retro oxuyuram. Yəni Retro mahnılar. köhnə estradalardan oxuyuram. Məqsədim də odur ki, yaşadım. Siz də məşhur olmaq üçün oxuyursunuz, yoxsa özünüz üçün oxuyursunuz? Mən əslində özüm üçün oxuyuram, amma uğurlu alınsa niyə məşhur olmayım? Başa düşdüm. Məsələ burasındadır ki, məşhur olmaq bir gecədə də məşhur olmaq olar. Üzr istəyirəm, yəni dönə-dönə üzr istəyirəm, dinləyicilərimiz də bağışlasın. Yəni bir axmaq ifadə səsləndirərsən, özünü bir biədəb bir formada apararsan, bir gecəyə olarsan fenomen. Təəssüf ki, hal-hazırda da, yəni təkcə bu Azərbaycanda belə deyil, yəni bütün dünyada artıq belədir ki, yəni insanlar elə şeylərə daha çox maraq göstərir. Bəli, tez məşhurlaşır, sevgi göstərirlər. Bəli. Ancaq anlamırlar ki, tez qalxan yalnız toz olur, bir də lələk olur da, məsələn tük olur, başa düşürsünüz. Yəni o qalxdığı kimi də enir də, amma necə deyərlər, sənətlə məşğul olmaq istəyirsənsə, ağır oturub batman gələcəksən ki, sənin göstərdiyin sənət səndən sonra bir 50 il sonra da səni anlata bilsin, necə deyərlər də. Yoxsa tez məşhur olum, bəs sevilmək, amma bu dama-dama göl olanda sənətlə sən yaddaşlara, hafizələrdə qalmağa başlayanda artıq sənin sənətini sənin əlindən heç kəs ala bilməz. Tələbələrinizin Elnarə xanım sosial şəbəkəyə marağı necədir? Məsəl üçün öz istedadlarını sosial şəbəkə üzərindən yəni PR edə bilirlərmi? Təbii Ya ki, icazə verirsinizmi ki, hansı O şəkildə? işimizin bir təbii hissəsidir. ki, hətta ən vacib hissələrindən biri hal-hazırda Bəli. sosial şəbəkələrdə paylaşımlar etməkdir. Mən artıq hətta uşaqlıqdan bəri mən gitarda ifalarımı paylaşıram. Yəni öz ifalarımı, səhnələrdə olan ifalarımı hamısını paylaşıram. Yəni posterlər olur, hansı səhnələrə çıxdıqlarımızda onları paylaşıram. Yəni Reaksiya olmalıdır. necədir? Reaksiya, yəni səhifənin izləyicisinə görə məncə mənim səhifəm çox yaxşıdır.
Üçünün də hal-hazırda musiqi platformalarında adları var. Yəni musiqi platformalarında, yəni dünyaca məşhur Spotify, iTunes, Deezer, Amazon Music, YouTube Music, Google, yəni ən başlıcaları sayıram, amma 300-ə yaxın musiqi platformaları var ki, yəni bu gün Antarktidada da bizi dinləyə bilərlər. Yəni, Cəmil Sahib yazan kimi çıxır adam platforması var özünə aid. Ayxan Yunus yazan kimi həmçinin, Elvino yazan kimi. Yəni bunlar ayrı-ayrı artıq ifaçılardır və ayrı-ayrı hərəsinin öz yolu. Heç birisi heç birisinə bənzəmir. Nə obraz olaraq, nə xarakter olaraq, nə janr olaraq. Yəni hamısı fərqli-fərqli individual yanaşmadır. Elnur xanım, elə olubmu ki, məsəl üçün tələbə olub gəlib, ümidlərinizi o qədər də doğrultmayıb, amma sonradan sizi təəccübləndirə bilib. Ayxan. Nə gözəl, nə gözəl. Yəni gəldi belə narahat. Mən belə eləmək istəyirəm, mən bunu eləmək istəyirəm, mən bunu eləmək istəyirəm. Açığı həmin illərdə çox həyəcanlı idim mən həddindən artıq, amma ki o qədər oxumaq istəyirdim də ki, oxumağa olan eşqim, həvəsim, yəni indi də şükürlər olsun ki, Mənə vaxt ver də. Yəni mən deyirəm deyir ki, yəni olacaq, alınacaq və indi səbirlə yanaşaq. Yəni mən dediyim kimi bu komanda işidir. Tək mənim istəməyimlə alına bilməz də. O həqiqətən də insan heç bir eğitimi olmayan adam, heç bir təhsili olmayan adam, aparatını belə tanımayan adam birdən-birə o cəhcəh vura bilməz. Elə bir ki, iməkləyən uşaqdan biz gözləyirik ki, dursun sakin, dursun. O necə ola bilər? Yəni müəlliminizin ən çox xatırladığı fikri sizin üçün hansıdır? Daha çox Elnara Xatırladığı müəllimə fikri? şey deyir. Hansı Elnara xanım bizə həmişə də deyib ki, özünüz olun. Yəni yəni ki, bircə bəli. maraqlıdır. Onu xatırlayıram. Həmişə belə cavab verir. Bəli. Nə gözəl. Siz nə düşünürsünüz bu barədə? Mən də eyni fikirdəyim. Yəni Özünüz olun. bəli. Elnara xanım deməli daha çox öz tələbələrindən səmimiyyət. Yox, elə özümüz olun yox, səhnədə, ifalarımızda, yəni kiməsə bənzətmə olmasın da özünüz öz olun. səsinlə oxu. Yəni biz başqasına bənzəmirik. Səsimizlə misal üçün səhnədə və yaxud da ifalarımızda öz səsimizi göstərin, başqa səslərlə Başa düşdüm. Yəni heç kimə bənzəməsinlər, Bu özləri sənət, olsunlar. bu sənət elə bir sənətdir ki, Aynur xanım, istərsəməz buna başlayanda ilk mərhələdə hamımız elə başlayırıq. Biz parodiya ilə başlayırıq. Yəni mən ingiliscə də oxusam kimisə yamsılamış oluram, Azərbaycanca da oxusam kimisə artıq mövcud repertuarına müraciət edirəm və həmin adamı Şökət Ələkbərovanı, məsəl üçün Mirzə Babayevi və s. Yəni mən bu insanları yamsılamış oluram, həmçində uşaqlar. Amma bir müddətdən sonra mən onlardan xahiş elədiyim və tələb elədiyim o odur ki, bir mahnını bir neçə ifaçısına mütləq dinləyin, bir ifaçısını dinləyin ki, siz öz versiyanızı ürətə biləsiniz. Yəni öz versiyanızı istehsal edə biləsiniz. Yəni hər kəsdən zaten biz dinləyərək bir musiqisi qulağı olaraq hər kəsdən bir şey öyrənirsən. Məsəl üçün Şökət Ələkbərovaya qulaq asırsan, Rəşid Beybudova, Sara Qədimova və yaxud da digər bizim qarifə müğənnilərimiz olub. Yəni onlardan öyrənirik də dinləyə-dinləyə. İndikilərə də bəli, indikilərə də qulaq asırıq. Məşhur pop ulduzlarımız var ki, onlardan öyrənəsi uşaqların Əlbəttə hələ nə ki. qədər Yəni hər gün zaten yeni bir şey öyrənirsən. Dinləyə-dinləyə hər gün nəsə bir şey öyrənirsən, misal üçün. Küçədə hətta gedəndə küçədə hansısa bir musiqisindən baxıb oradan da nəsə götürə bilərsən. Qulağın eşitdi də, sadəcə yolda gedirsən, o nəsə elədi. Hansısa nəsə bir orada bir qıtlaq elədi, boğaz elədi. Oradan nəsə öyrənə bilərsən. Yəni sadəcə diqqət yetirmək lazımdır. Elnara xanımdan hansı mahnını eşidə bilərik bizim dinləyicilərimiz? Uşaqlar da Nə var uşaqlar orada? Cəmil sahibi ya da Elvini qoymuşsunuz, Elvini dinləyək. Qoy dinləyəm mən çox şad olaram onların da ifadə. Mənim sənə deyilməmiş ürəyimdə sözüm qalıb. Mən vədəsiz getsəm əgər, bil ki səndə gözüm qalıb. Hər gün səni izlədiyim, yollarını gözlədiyim, buxarın təmizlədiyim pəncərəmdə izim qalıb. Dərdi kim, qəmi yeyim, yar dərdimi kimə deyim? Daha yoxdur halım heyim, nə taqət, nə dözüm qalıb. Dərdi kim,
gözüm qalıb mən vədəsiz getsəm əgər bil ki səndə gözüm qalıb hər gün səni izlədiyim yollarını gözlədiyim buxarın təmizlədiyim pəncərəmdə izim qalıb dərdi içim qəmi yeyim yar dərdimi kimə deyim daha yoxdur halım heyim nə taqət nə dözüm qalıb dərdi içim qəmi yeyim yar dərdimi kimə deyim daha yoxdur halım heyim nə taqət nə dözüm qalıb gözlərdən yaş axıb gedir ümidləri yıxıb gedir xoşbəxtliyim çıxıb gedir kədər düzüm qalıb sevgim olmaz cismim gedər olar olmaz ömrüm bitər nəğmələrdən məktub yazdım alasan yar məndən Sarışan bulduza arayan sonsuza sevilen tanınan bilinen hey ana ulduz alışmışam ancak göllerde gezmeye öğreşmişem yalnız semada süzmeye ışığına sevdilerimden ay var gözlüyüp serdiler avluya gözmeye Tanrı'nın verdiği çok özel bir vergi İsmet'e inanıp sen gözle ey sevgi Parlamak sevimli adetimdir benim Aşık olur hemen tanıyan her kimci Sarışan bulduza parlayan sonsuza sevilen tanınan bilinen hey hey anam, hey anam Ah sevimli adetimdir benim Aşık olur hemen tanıyan Tanrı'nın verdiği çok özel bir bilgi Hizmette inanıp sen gözle hey sevgi Parlamak sevimli adetimdir benim Aşık olur hemen tanıyan her kimci Maraqlı danışırıq, çox gözəl verişimiz gedir, amma bu arada istəyirəm ki, Best FM radiosunun sponsorunu təqdim edim. Buz Kola, bu sadəcə kola deyil, bu bizim koladır. Naxçıvan suyu, milli dad, Alman texnologiyası bütün bu sadalanan bir dəmir qablaşmada cəmləyib sizinlə bölüşürük. Buz Kola Azərbaycanın kolası. Buz Kolaya da dəstək olduqları Buz Kolaya da dəstək olduqları
Yazıram kitabım ve defterim var qələmim Qutarıb yazıram boş divarda bəlkə də resmim qalıb Baxma resimdəki gözlərimə diqqətlə Resimdəki gözlərim belə aşiq olar nifrətinə Yazıram kitabım və defterim var qələmim Qutarıb yazıram boş divarda bəlkə də resmim qalıb Baxma resimdəki gözlərimə diqqətlə Resimdəki gözlərim belə aşiq olar nifrətinə Terk edişin yordu məni dinləmədin Doğrunu yanlışı belə sən görə bilmədin Bitti dedin bitirdin və tərk elədin İllərlə nələr çəkdiyimi belə hiss etmədin Neçə vaxtı baxıram sənə mən uzaqlardan Yalnızam görüb dərk etmirsən mi sən baxmaqdan Yoruldum artıq gedirəm mən buralardan Bəlkə onda hiss edərsən yoxam artıq oralarda Yazıram kitabım və dəftərim var qələmim Qutarıb yazıram boş divarda bəlkə də resmim qalıb Baxma resimdəki gözlərimə diqqətlə Resimdəki gözlərim belə aşiq olar nifrətinə Yazıram kitabım və dəftərim var qələmim Qutarıb yazıram boş divarda bəlkə də resmim qalıb Baxma resimdəki gözlərimə diqqətlə Resimdəki gözlərim belə aşiq olar nifrətinə Saxta sevgi, saxta Yazıram kitabım və dəftərim var qələmim Qutarıb yazıram boş divarda bəlkə də resmim qalıb Baxma resimdəki gözlərimə diqqətlə Resimdəki gözlərim belə aşiq olar nifrətinə Yazıram kitabım və dəftərim var qələmim Qutarıb yazıram boş divarda bəlkə də resmim qalıb Baxma resimdəki gözlərimə diqqətlə Resimdəki gözlərim belə aşiq olar nifrətinə Çox gözəl ifalar gəldi Elnara müəllimənin tələbələrindən. Elnara xanım, qarşıda nə var, nə layihələr var? Verilişimizin sonuna doğru gedirik. İstəyirəm bir-iki kəlmə də bu haqda. Danışaq sonra. Hoqqalar, çox Allah gözəl layihələrimiz var. Bax, misal üçün elə günü sabah, bax günü sabah, cümə günü. İnşallah Allahın köməyi ilə yol çıxırıq. İki layihəni bir daşdan iki quş vurmağa necə deyərlər, indiki halda söhbət layihələrimizdən gedir əlbəttə ki. Elvino'nun maraqlı bir layihəsi gəlir. Elvinin yaradıcılığını sevənlər üçün. Musiqisi Telman Hacıyevin, sözləri Rəfiq Zəkanın. Gül gözəlim, yəni məşhur Flora xanım Kərimovanın çox məşhur ifa etdiyi repertuarından mahnılardan biridir. 63-cü ildə ilk dəfə ifa olunub da, hə? Yoxsa 67 idi? 60'lar. Mahnıları özü seçirsin, hamısı özləri. Bilirsiniz necə oldu? Seçim necə oldu? Elə bil ki, biz Flora xanımın yaradıcılıq gecəsində ictimai televiziyanın təşəbbüsü ilə mən oxudum bu mahnını. Mənə təklif gəldi ki, olar mahnılardan birini də siz oxuyasınız. Çünki orada hər kəs oxuyur da. Mən dedim, heç bir problem yoxdur. Yəni bu mahnının sifarişçisi ictimai televiziya kanalı oldu və bütün o layihənin aranjmançıları elə bil ki, bir adama sifarişi verirlər. Yəni Bəbirli də sağ olsun aranjman elədi. Mən də oxudum. Bu getdi efirə. Sonra Elvinin ürəyi getdi bu mahnıdan ötürü. Dedi ki, ay o sevir də, o klassikanı sevir də. Ancaq retro musiqiləri sevir. Ürəyi gedir o mahnı üçün. Gördüm ki, ürəyi gedir. Dedim, oxumaq istəyirsən? Dedi, hə, dedim, götür oxu. Zəng vurdum, icazəsini də aldım. Sağ olsun Telman Hacıyevin varisi Anar bəy, oğlu.
icazəni verdi, musiqini ifa eləmə icazəsini verdi. Rəfiq Zəkanın da qızı Aydan xanım, onunla da şəxsən danışmışam. Müəlliflərdən təbii icazəsiz o yayımlamaq olmaz ki, icazəsini almışıq. İndi sabah Allah qoysa gedirik Elvinonun o məşhur Gül Gözəlin mahnısını, klipini çəkməyə inşallah. Çəkəcəyik Şəki Xan Sarayında, Kiş məbədində. Hamısı əziyyətdir. Bəh, aldı görək nə dedi. Nə gözəl, nə gözəl. Qanatın altında gelip orada da çəkdirə bilərsiniz. Hə, vallahi. Və getmişkən yol üstü sahibin də bir layihəsi. Böyle bir şey orada. Sahibin O elə bir Şəkiyə gedən yolda Şəkiyə çatmamış Qəbələdə əyləyəcəyik. Orada bir yeni zambaq tarlası açıblar. Möhtəşəmdir də. Keçən ildən bizdə bu ideya var idi. Elvin qoymaz mən yalan danışım. Keçən ildən mən sayaqlayıram da. Deyirəm nə olur o zambaq tarlasını çəkək, nə olur o zambaq. Apreldə açır da güllər. Qismət sahibi. Qismət sahibi. Həqiqətən də yəni bu il biz yəni indi biz gedirik, əslində gedirdik Elvinin işini görməyə də. Elə oldu ki, sahibin mahnısı da gəldi özünə belə. Orada belə yer tapdı özünə ki, dedi mən də varam. Məni də çəkəcəksiniz. Yəni getmişkən bunları edəcəyik. Ayxanın yaxın gələcəkdə 28 may müstəqillik gününə həsr bir ifası olacaq inşallah vətənpərvərlik. Bilirəm sizdə vətənpərvərlik mahnıları çoxdur. Mütləq. Elvinin 26 iyun Silahlı Qüvvələr gününə aid bir vətənpərvərlik mahnısı olacaq. Yəni indi onları da yola salaq, ondan sonraki layihələrimizdə sentyabrda danışarıq. Maşallah. Çünki bilirəm ki, sizin repertuarınızda vətənpərvərlik mahnıları həddən ziyadə çoxdur. Çox gözəl vətənpərvərlik ruhlu mahnılarınız var. Mən bu gözəl tələbələrə, Elnarə xanım, eləcə də sizə yaradıcılıq uğurları arzulayıram. Bol şanslar arzulayıram. Allahdan arzu edirəm ki, əziyyətiniz yerdə qalmasın. Bax, bu tələbələrinizin hər biri bir ulduz olsun. İnşallah, ilahım, mən onu istəyirəm. Çalışdığım odur. Amin. Bilirəm ki, həqiqətən layiqli tələbələriniz olacaq. Çünki siz də layiqli bir müəllimin tələbəsisiniz və onun yolunu davam etdirirsiniz. İnanın, Vaqif müəllim hər zəng eləyəndə mənə deyir, elə bilmə xəbərim yox. İzləyirəm ha sən. Xəbərin var ha, sən çox böyük işlər görürsən. Mən deyirəm ki, yaxşı da Vaqif müəllim. Həqiqətən hər zaman da sikanı belə saxlayın. Çox sağ olun ki, gəldiniz. Ümid edirəm ki, maraqlı danışdıq. Çox gözəl. Əlbəttə ki. Vaxtımız biraz məhdud oldu, düzdür. Lap geniş danışa bilmədik, amma sizi o gözəl layihələrinizlə İnşallah qoysun. radiomuzda hər zaman gözləyirik. Qapımız hər zaman sizin bütün tələbələrinin, sizin üzünüzə açıqdır. Sizdən də rəhbərliyinizdən də istedadlara yol açırsınız, o göstərirsiniz. Hər zaman. Yol göstərirsiniz, çox sağ olun. Burada atmosfer o qədər istidir ki, adam ayrılmaq istəmir səni. Həqiqətən də. Çox sevindim sizi gördüm. Neçə ildən sonra Elnarə elə bir böyük studiyalar, böyük yayımlar, yəni inşallah bütün mövcud radiolarımızın sırasına inşallah siz də qoşularsınız. Amin. Əziz dinləyicilərimiz, əziz izləyicilərimiz, artıq maraqlı danışığın sonuna gəldik və bildirmək istəyirəm ki, bugün studiyamızda təkcə musiqi yox idi. Bugün burada zəhmət, istedad və böyük bir yolun hekayəsi var idi. Təşəkkür edirəm Elnarə Xəlilovaya və onun gələcəyin səhnəsini quracaq tələbələrinə. Biz təşəkkür edirik. Çox sağ olun. Sağ olun, salamat qalın. Növbəti verişlərimizdə görüşənə qədər